Bəli, salam dostlar, necəsiniz? Bu günlər sizlərlə Rise of Kingdoms oynayırıq. Buradan iz sürməni belə vurduq. İndi isə yeni etkinlik gəlib. Yəni sizə deyim, çox peşmanam mən, çox peşmanam. Bax bu üzə baxım nə? Üzə bax. Bunu mən bəlkə də 10, baxın burada olacaq. 10 dəfə çevirmişəm. Və Richard'ı çıxartmışam. Bəzi 15 saatlıq 3 dənə, ondan sonra qayna falan da çıxıb, amma yəni sizə heç tövsiyə eləmirəm, çünki bu oyunun bir tuzağıdır. Yəni görünməz təhlükədir bu. Çox pis olmuşam bu dəqiqə, çünki mən elə bildiyim yaxşı gələr də, heç olmasa bir 4-5 günlük bir hızlandırma gələr, yəni gələr dedim, gəlmədi, neyinə bilərik. Və buradan Gizem diyarı gəlib, bizdən bəzi şeylər almaq olur. Mən bir dənə o işınlanmadan aldım. Heç nə. Dəyişilmə aldım. Bunu almağa çalışarım, amma yəni indi bu dəqiqə ala bilmərik. Təəssüf. Hızlandırmaları da aldıq. İndi isə keçdik o bayaqlar göstərdiyim kişiyə. Baxın. Bir də Ethelfred'i 34 səviyyələdik. 40 səviyyələdikdən sonra sonsuzca devam eləyəcək. Buradadır, baxın. Bunu çıxartdım. Bu dəqiqə bir dənə, yəni 1 gram da olsun gəlişdirməmişəm. Kafa basım mı? Yox. Siz də basmayın. Kafalarınızı Ethelfred'e, mor kafalarınızı sonsuzca basmağı unutmayın. Yəni Ethelfred'in öz kafası ancaq gelir. Altın kafanı ancaq gələcəkdə gələcək komutanlara basa bilərsiniz. Məsələn, gələcək Tarık gələcək, Pakal gələcək, onlara basa bilərsiniz. Onlar məncə ikinci ya da üçüncü KVK'larda gəlir. Və bəli, KVK'ya yaxınlaşırıq. Texnolojilərimiz də əladır. Keçən dəfəki yerimdən ayrılmalı oldum, çünki orada az qalsın sıfırlanırdım. Bütün birlik, baxın burada. Baxın bu mallar, keçən videoda baxdınızsa, buradakı mallardan 4-5 dənəsini elə bir şey sıfırlamışdıq. Yəni bizim də yerimiz, baxın. Bəli, buraydı. Buradaydı. Neyse, oradaydıq, sıfırlamağa az qalmışdı və zəfər araşdırmasını eləyib buradakiləri toplayabilirik. Yəni indi də gəlməyəcəm. Bunları da geri çəkirik və indi isə gəldik oyun məlumatlarıma. VIP 5 səviyyəyi ikinci inşa kuyruğunu açmağa çalışırıq. 6-cı səviyyədə zəfər vermədən ikinci inşa kuyruğu gələcək. Mənim tövsiyəm, məncə siz sadəcə zəfərlərinizi VIP-yə basın. Çünki gücü çox artırır, özəllikləri gəlir, əla bir şeydir, yəni onun başqa bir sayı yoxdur. Gücümüz isə 1.130.000'dır. Krallıqdakı 98% adamlardan
Yüksəkdir gücüm. İndi isə sıralamalarda baxaq. Birlik gücündə 23-cü sıradayıq. Birlikdə ihtisasında 25-dəyik. Əvvəlki klanımız Fire'də görək hələ hardadır. Fire 22-ci yerlərdir. Fire görək burada neçənci yerdir. Baxın. Burada 68 milyon güc var. Bizdə sama 62 mindir. Aha 62 milyon. Daha doğrusu. Belediye binasında ise 16 seviye eləmişik. Min üstündəyik. Yəni sıralamamız min üstüdür. Başarı puanı isə təbii ki bizdən daha da çoxları var. Kaynak toplamada 34 milyon 904 min 928'dir. Gizli var 9 milyon. Of, yaxşıdır. Hə. Deməli XX 62 kral birlikdir. Yəni necə deyim? Yəni ən güclü birlikdə belə deyək. Biz buradan nəyi almağa çalışırıq? Yox, bir dəqiqə. Gözümü göstərim. Təbii ki, olsun menüsü olacaq. Bəli, menüsü. Menüsü ama yəni onu axtarmağa vaxt yoxdur. İndi gəldik hara? Araştırma yerinə TV3'ləri açmışıq. Yəni buranı da matematiki 10 eləyənə qədər davam edəcək buranı. Matematiki 10 elədikdən sonra isə T4'ə doğru yol alacaq. Mızraqlı savaşçı açmışıq. Okçuluq, yəni yeni adıyla birləşik yay ustasını açmışıq. Ağır süvarini açacağıq. Amma yəni çox altın istəyir, çox çeşitli mancınıq var burada. Bunu açsaq da işlətməyəcək. Ya işlədərik. Mancınıq oynayacaq bu arada. Ancaq piyada oynayırıq. Amma gələcəkdə mancınıq oynamaq fikrim var. Çünki başqa youtuberlarda görürük ki çox qəşəng raporlar olur mancınıqla. 13 dəqiqə geçsin day. Aha, gəldi indi. Buranı da 16 səviyyə edib. Ondan sonra isə bunu edib. Belediye binamız 17 səviyyə edirik. İnşallah 64 səviyyə buradadırsa, 64'dürsə bu. 64 olsa buradan da birim kapasitesi buradan özünde 28'de orada 64. K bundan çox 92K çıxa biləcək. Bilmirəm, bu dəqiqə 92K məncə yoxdur. Oy 123K askerimiz varmış. Mən neçə gündür baxmıram bura. Əla 123K əla, qıtaların gücü 247K 417 min. Hastane kapasitesi 66 min, amma yəni çox pis olub bu. Bunu 16 elədikdən sonra 32K burada. Nəysə də belə eləyə bilərik əslində, amma məncə eləyə bilməyəcək. Bizi bir dəfə vursalar şəhərimizə və salam bitərik biz. İndi bir dəqiqəlik mən buradan neçə K altın lazımdır? 100K. Neyse barbar kəsirik indi. Bu birlik barbar kalesi dahi bezdirib məni.
Mənimlə başlı bezdir bax. Ya da yox, heç kim gəlməz bir də. Yanına eyləm puanı boş-boşuna gedər və gəldik qaynaqlara, qaynaqlardan öğelərə giririk. Buradan istatistiklərə baxırıq. Öğelərdən, yəni depoda öz qaynağımızı görürsünüz. Baxın bu dəqiqə buradan 2.6, 2.3, 4.8, 1.46 var. Və öğelərdən, yəni depoda 5.5 milyon gıda, 7.1 milyon odun, 5.9 milyon taş var. Bunlar bizdən taş getirirlər. Yəni taş, neyse. Mən bura farm hesabını etməyə çalışacağım, amma yəni farm hesabı hələ qurmamışam. Elə bir videoda gələcək, mütləq gələcək. İndi isə barbar kəsməyə başlayırıq. Bəli, birlik bölgəsi qalıb ayıqda. Kredit farm burada, kreditliği var burada. Bura 1K göndərildik. Yəni əsgərlər orada kredi zad yığırdılar. Amma yəni biz burada çox yaxşı işlər bacaracağıq bilirəm. Amma mənim yerim biraz pis olub. Çox ortalardayım. Bir dəfə sıfırlasalar başlayalım da hemen. Evet. Allah'ım bunların söhbətine baxıram. İndi bir iki daha sunak tapır. Oradan bunlardan kesmeliyiz. Bura kimindi ki? TF62. Bizim öz sunağımız yoktu. Özümüzde yoktu bir dakika. Ay da. Ay ben hara gelmişim birlik. Ay bu da birlikti ha. Allah bu da birlikti. Ben çok hara gelmişim ben. Neyse de onda bir daha son tuz göndereyim bura. Ethelfield arkasına koyduk aslanım. 85K gönderebilirik. Bir de neçə K? 38K. Ağladı. Bomboş mu? Bir vaxtlar 10K asker eləmək üçün çabalayırdıq ama indi belediye binamız 16'dır. Araştırmalarımız T3 açmışıq. 2 qıta T3 qalır. Onları da açdıqdan sonra əla olacaq. Bir vaxtların 100K'sı indi olub 1.136 milyon 595 cüzündə. Leş sayısı bir vaxtların 0 olan adam indi gəlib 424.775 olub. Burada heç bir başarımı olmayan adam indi isə Olimpiya şampiyonlarında Cəsur Bakır 2 olub. Bir vaxtların ən gücsüz birliğində oynayan oyuncu indi gəlib Nexef birliği 23-cü birlikdə oynuyor. Yəni bir vaxtların ekipman nədir bilmədiyi bir oyuncu gəlib indi yaşıl üst düzey normal olsa da ekipman düzəldir burada. Bir vaxtların 10 səviyyə sunucusu, 1 səviyyə Belisarius çıxan adamı indi 40 səviyyə sunucusu, 34 səviyyə Ethelflaed 3-5-1-1 əvvəllər 1 sadəcə 1 olan adam indi 3-5-1-1 oynuyor becerilərdə. Nə bilim əvvəlin Belisarius sadəcə sunucusu Belisarius çıxan adamı indi Richard alıb, Baybars alıb, Mulan alıb, 2-ci Mehmet alıb, Charles Martel almağa az qalır, 3-cü Kazimiri almağa az qalıb, 3-cü Pepin almağa az qalıb. Pepin demişkən burada etkinlik gəlsəydi, amma altın anahtarlarla gəlir. Oradan da baxarıq, 67K göndərib, bu kimdir bilməm. Gücü 1.17. Çox əla bir istatistiklərlə oynayırıq. Çox əla, çox maraqlı bir oyun olur. Bir dəqiqəsi qalır. Hə.
Burada ne ödüller verir görəsən? İndirimler şeyler. Saldırısını 2 artırır. İnşa araştırmaları 2 artırır. Eğitimimizi 2 artırır. İnşa araştırma lazımdır mənə. Ama yani o besler de keseceğiz olsa ona göre. İnşallah gücümüz satar. Askerler inşallah satar. Yoksa part olarak he. İndi biraz asker üretək. Mancınıq biraz üretək. Mancınıq. Ne? Mancınıq. Biraz üretək. Hiç şey olsun. Cəfər toplayaq biraz. Gör hələ yetirmi? İnşallah yeter. Yetti. Tam yetti özde tam. Vəssalam orada geçsin. Aha çatmışıq. Bəli çatmışıq. İndi gələk buradan. Bunlara mən bir sezlərə baxırdım. Mən bunlara haçan öldürə biləcəm. Həm əsgərə ilə öldürəndə mən qalmışdım. Yəni şey. Mən qalmışdım. Baxa. Nəysə o günlər yadımıza salmayaq. Buradan güc birlik dost birliği dost birliğin bölgesinde olan inşallah savaşmazlar. Kutsal yapı mavuslarını kəsirik. Aha. İndi bunları kəsək. Ondan sonra gedək. O bir tərəfdə başqalarını da kəsək. Allah kritik getdi. Amma buranı tək başına özüm təmizləyərəm. Allah. Bomba kimi. Bomba. Yəni belə başqa sınaqlardakı kutsal yapısı mühafızlarını kəsmək, yəni yaxşıdır. Buradan beceri hasarı falan gəlir, yəni çox əladır. Onu kəsmək olar. Yox, bunu kəsəməyəcək. Zavzav buna saldıranda düşəcək. Amma yəni o kapı bekçisinin kalkanı işleyebilirik. Ya yok işleyemirik. Şimdi bunları bir de olmuyor. O biraz da kaynak lazım diye bize. Gizem diyor hakikaten yani yaxşı diyor ama. Allah'ın özü ne aladı? Sen ne öldüğün ama aladı. Ayda zavzav kırmızı yakışacak. Kırmızıda düşecek. 1, 2, 3. Kırmızı. Olmadı. 1, 2, 1, 2, 3, 4, 5. Neyse de hemen evveller sarıya düşməməsi üçün oyuna yalvarır. Ay indi gəlmişəm görün nə verirəm bax. Neyse yuxarıdan hara gəldi ya. İndi bu miləri göndərək bura. Ondan sonra bir geçsin şehre. Ama bunu göndərək bura. Niye bilirsən olursa? Sen dön şəhərə. Ya da sen dön şəhərə.
Sen burada yine bunu topla. Sonsuz ya da biraz düz gider. Varsın. Aha. Belki de yol üstünde biraz zevher yatağı falan taparıq. Yok yok. Şey yoktur. Yok canımız sağ olsun. Getdi indi. O birisləri düşəcək. Aha. Oysa 25 dəqiqə içində gedəcəkmişlər. Belki yol üstü bir tanesini toplayaq. Yok değil. Zəfər yatağı yoktu. Aha. Burada bir tanesini topladı. Ayda. İşte birden gələcək hemen üstüme. Laf yaxşıdır. Onlar da yazsın. Ayda 20 səviyyə gələcək üstüme. Yo. Ay yok. Ne olur yok. Yok gelme. Barbara bak gəlir tuttu ayda. O zəhərə qalsın belə kutsal yapıda. O 3 nəfər gəlirlər 3 nəfər gəlirlər son masal. Belki onları saldıraq Düşünəcək bir yerə. Sen onunla saldıracaq onu. Allah hamısı bir yerdən. İndi bunun bir dənə rapor gələcək. Əridəcəklər bunu burada. Uy buna hasarlar da hemen varmış ama hemen. Burada heç olmasa burada yaxınlardan heç olmasa bir. Orada yaxınlarda silah yok diyorsan. Görürsən kralın topraklan. Kralın topraklan. Nasıl bu? Ortadaki kayıp tapınağı kim sağlıktır? Ünvanlardan. Aha. Evet. Bunları kesebiliriz biz. O 300 min. Bu tarafta zəfər yatağı var idi. Oradan toplayıb olab. Ne ara bir deyək. Yok. Belki biraz da farm keser. Yok. Ondan sonra yine de iş yapacaklar. Ne bileyim farmı çok zor.
Çok zordu ama 1.9 o yo ben lazım değil. Oy. Her tarafa da gönder. Her tarafa da gönder ya. Allah bu nedir? 17 seviyede şey olur ha. Aa Helgi. 17 seviyede gönderme kuru 4'e çıxır. Ay nədən? Oyda. Ondan sevinirim valla mən. Sən o 4'də kıta kuyruğu oynamışsan mən nələr edirəm. Oy hər gün nə qədər kaynaq. Of. İnşallah. Şöyle həmin zamana kadar yaşaya biləcəyik. Hələ burada çok savaş var ha. Bu birliklərdə çok savaş var. Çok pisdir buralar. Heç kimə tövsiyə eləmərəm bu krallıqda hesab açsın. Yəni hələ ki indi heç yox. Yoksa sadece bakmak istəyirəm bir şey olsaydı. Ha işte. Mesela barbarları 4 qıtayla kəsərəm. Daha da çox ödül alaram. İndi bir dəqiqə şey edəcəm. Bir şey kəsərəm mən. Bu görürsən. Hayda mən bunu tuttum elə. Mən bunu indi hara qoyum təzədən gələcək geriyə. Ha işləməsin. Əladır qalsın burada. İndi bir daha da kaynak toplamaya yönləri birazın. İndi bir daha da buraya yönləri. Aynen karakter. 70k. İnşallah 5 seviye yerler de atsılar. O mənə görən qorxaraq 65k bir yerə göndərəm, 50k bir yerə. Elə şehirdən nə qədər. Amma bu görüntünü mən haçanlarla görmürəm. Mən ömrü boyu bu görüntünü görməmişəm. TV3 10k, Oxtu 2k, 40k, 22k, 21k, 14k, 3k, 3k, 4k. Oy 400 122k askerimiz var. Sağ olun dostlar, çok hoşçakalın. Bu videoda sizlerle kutsal yapı muhafızlarına gəldik. Barbarda kəsdik. 20 səviyyə bizi kəsdi daha doğrusu. Sağ olun, görüşənə dək.